Bugün xırda-xırda hekayətlər, xırda-xırda videolar qoyacağım. Çünki uzun videolara baxmağa nə ki bizim insan hövsələsi yoxdur, indi daha çox hövsələsi yoxdur. Mən mütləq dinləyin deyə, yaxud heç vaxt bəyənin, dinləyin bir şey deməmişəm. Çünki bunu istədiyim üçün edirəm və insan da istədiyi üçün baxa bilər. Amma xırda qoyuram ki, bir də mən hövsələlərini daraltmayayım. Sonraki bir həftə sakitlik olacaq kanalımda. Onda yavaş-yavaş baxarsınız xırda həyat hekayələrinə, sözlərə. Mən də insanları dinləyərək, çünki bütün bilgiləri, bütün kitabları sən oxuya bilməzsən. Ona görə də insanları dinləyərək, onlardan da damlalar alıram ki, mənim bilgi dənizim, bilgi belə deyək də balaca quyu, sonra gölə çevirsin, sonra dənizə çevirsin, sonra okeana çevirsin, bilgi okeanına. Və mən orada üzüm. Beləliklə gəlsin ilk hekayə. İlk hekayə yeni gün, yeni başlanğıc, yeni həyatın doğması və möcüzə nədir? Bax, möcüzə yoxdur deyirsiniz. Bax, bu möcüzədir. Qoyun balasını doğub. Qorxma, sənə ziyanım yoxdur. Uzaqdan çəkim, həyəcanlanmasın. Baxsanız, dünyaya yeni bir həyat gəlib. Bu möcüzə deyilmi? Ən gözəl sevgi, ana sevgisi. Sonra deyirlər, sevgi yoxdur. Ata-pata şey. Hər kəsin öz həyat hekayəsi olacaq. Çox dərinə geçsək batarıq. Sadəcə bu anı tutaq. Bu anda, bax bu bala var. Bu da bir simvolik işarə. Yeni bir başlanğıca, yeni bir həyatın doğuşuna, yeni bir fəslin doğuşuna bir mesaj. Hayırlı olsun. Mənə möcüzənin sahibi göstərdi. Təşəkkür etdim. Bizim insanımız gözəl. Çox gözəl. Heyf ki, həmişə gözəl insanlar, anlayan insanlar qanmazların əlinə düşür. Ona görə deyirəm, yaxşı insanlara dəyər verin, gözəlliklərə dəyər verin, pisliklərə, pis insanlara odaqlanmayın. Pislərə odaqlananda pisliklər artır. Qoyun onları öz pislikləri ilə qalsın. Siz yaxşıları görün və onda gözləriniz də gözəlləşəcək. Hələlik. Artıq ayaqları üstə dura bilir. Çünki bizim quzumuz dipçək çiçəyi deyil, çöl çiçəyidir. Ayaqlar nə gözəldəsi, nə şirin deyəsi. Yeni gözəlliklərə vəsilə olasan. Ölkəm üçün yeni uğurlara. Yine getdi yapışdı anasından. Anaların ya indikisi ya keçmişi. Görürsən ki, uşağını əmdirmək istəməyibdir. Aynə forması pozular. Onların hamısı boş şeydir. Forma, sən formadasansa qalır. Sən ruhun əyrim-ürümsə, heç bir yerin formada olmayacaq. Bu da post-scriptum olsun.